Bakı İrəvana 4 Ermənistan vətəndaşını təhvil verib. Azərbaycan və Ermənistan arasında əldə olunmuş iki tərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər Xaçatryan Vagif Çerkizi, Sujian Gevorg Rubenoviç, Davtyan David Tikrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib. APA xəbər verir ki, bu proses həmçinin Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülhün praktiki nəticələrindən biridir. Təhvil verilən şəxslərin Azərbaycanda saxlanıldıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib. Məhkumlar eyni zamanda Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib. Onların sırasında səhhəti qənaət bəxş olmayan Vagif Xaçatryana bütün zəruri tibbi yardım göstərilib və daim həkim müayinəsi altında olub. Bu məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan da öz Facebook səhifəsində paylaşıb. İlkin müayinənin nəticələrinə görə Gevorg Sujian, David Davtyan və Vigen Eulcekciyanın səhhətində problem yoxdur. Vagif Xaçatryanın səhhəti əvvəlcədən qənaət bəxş qiymətləndirilir. Onlar İrəvana aparılır, deyə Paşinyan yazıb.